Yeremiya 32-ci fəsil. Yeremiyanın tarla alması. Yahuda padşahı Siriyanın padşahlığının 10-cu, Navqodonosorun padşahlığının 18-ci ilində Rəbdən Yeremiyaya söz nazil oldu. Bu zaman Babil padşahının ordusu Yerusəlimi mühasirəyə almışdı. Yeremiya peyğəmbər Yahuda padşahının sarayındakı mühafizəçilər həyətində məhbus idi. Yahuda padşahı Sidqiya onu burada həbs eləyərək demişdi: Sən nə üçün bu cür peyğəmbərlik eləyib söyləyirsən ki, Rəbb belə deyir: Bu şəhəri Babil padşahına təslim eləyəcəyəm, o buranı ələ keçirəcək. Yahuda padşahı Sidqiya Xaldeylilərin əlindən qaçıb qurtarmayacaq. Hökmən Babil padşahına təslim ediləcək. Onunla üz-üzə söhbət eləyəcək, göz-gözə dayanacaq. Sidqiya Babilə aparılacaq. Mən ona baş çəkənə qədər orada qalacaq. Əgər Xaldeylilərlə vuruşsaz, uğur qazanmayacaqsınız. Rəbb belə bəyan eləyir. Yeremiya dedi: Mənə Rəbbin bu sözü nazil oldu. Əmin Şallum oğlu Xanamel sənin yanına gəlib deyəcək ki, Anatotdakı tarlamı satın al. Çünki qəyyumum kimi tarlamın geri satın alma hüququ sənə məxsusdur. Sonra Rəbbin sözünə uyğun olaraq, əmim oğlu Xanamel mühafizəçilər həyətində yanıma gəlib dedi: Binyamin bölgəsində olan Anatotdakı tarlamı satın al, çünki miras haqqı da, qəyyumluq haqqı da sənə məxsusdur. Onu özün üçün satın al. O zaman Rəbb sözünün yerinə yetdiyini başa düşdüm. Beləcə Anatotdakı tarlanı əmim oğlu Xanameldən satın aldım. Tarlanın əvəzində ona 17 şekel gümüş çəkib verdim. Satış qəbzini çağırdığım şahidlərin önündə imzalayıb möhürlədim. Gümüşü tərəzidə çəkdim. Qayda-qanunlar yazılmış, möhürlənmiş satış qəbzini və açıq müqavilə kağızını götürdüm. Əmim oğlu Xanamelin satış qəbzini imzalayan şahidlərin və mühafizəçilər həyətində oturan bütün Yahudalıların gözü önündə satış qəbzini Maxseya oğlu, Neriya oğlu Baruka verdim. Onların gözü önündə Baruka əmr eləyib dedim: İsrailin Allahı olan ordular Rəbbi belə deyir: Uzun müddət qalsın deyə bu möhürlənmiş satış qəbzini və açıq müqavilə kağızını götürüb bir gil qabın içinə qoy. Çünki İsrailin Allahı olan ordular Rəbbi belə deyir: Bu ölkədə yeni evlər, tarlalar və bağlar satın alınacaq. Satış qəbzini Neriya oğlu Baruka verdikdən sonra Rəbbə dua eləyib dedim: Ah, Xudavənd Rəbb, böyük gücünlə və uzanan qolunla yeri, göyü yarattın. Eləyə bilməyəcəyin heç bir şey yoxdur. Sən minlərlə insana məhəbbət göstərirsən, amma ataların elədiyi günahların əvəzini övladlarından alırsan. Sən böyük və güclü Allahsan, adın ordular Rəbbidir. Tədbirlərin əzəmətli, işlərin böyüdür. İnsanların bütün əməlləri sənin nəzərin altındadır. Hər kəsə, işlərinə və elədiklərinin nəticəsinə görə əvəz verirsən. Sən Misirdə, İsraildə və bütün insanlar arasında bugünə qədər əlamətlər və möcüzələr göstərdin. Bugün olduğu kimi şöhrət qazandın. Sən öz xalqın İsraili əlamətlərlə, möcüzələrlə, qüdrətli əllə, uzanan qolunla böyük dəhşət saçaraq Misir torpağından çıxartdın. Atalarına verəcəyinə and içdiyin bu torpağı, süd və bal axan torpağı onlara verdin. Onlar gəlib torpağı özlərinə mülk elədilər, amma sənin sözünə qulaq asmadılar. Sənin qanununa uyğun yaşamadılar, əmr elədiyin şeylərin heç birinə əməl eləmədilər. Buna görə də bütün bu fəlakətləri başlarına gətirdin. Şəhəri ələ keçirmək üçün divarlarının yanına torpaq qalaqları yığılır. Şəhər qılınc, aclıq və vəba üzündən oraya hücum eləyən Xaldeylilərə təslim ediləcək. Söylədiklərin yerinə yetdi. Sən də bunu görürsən. Amma, ya Xudavənd Rəbb, sən mənə tarlanı gümüşlə özün üçün satın al və şahidlər çağır dedin. Şəhər isə Xaldeylilərə təslim edilir. Yeremiyaya Rəbbin bu sözü nazil oldu. Bütün bəşərin Allahı Rəbb mənəm. Mənim eləyə bilməyəcəyim bir şey varmı? Buna görə də Rəbb belə deyir: Bax, mən bu şəhəri Xaldeylilərə və Babil padşahı Navqodonosora təslim eləyəcəyəm. O da oranı alacaq. Danasor şəhərə hücum eləyən Xaldeylilər gəlib ora od vuracaq. Şəhəri də, evləri də yandıracaqlar.
O evlərin damlarında Baalın şərəfinə buxur yandırıb başqa allahlara içmə təqdimləri gətirərək məni qəzəbləndirmişdilər. Çünki İsrail və Yahud övladları cavanlıqlarından bəri həmişə gözümdə pis olan işlər görür. İsrail övladları əllərinin işi ilə məni qəzəbləndirməkdən başqa bir şey eləmədi. Rəbb belə bəyan eləyir. Bu şəhər tikildiyi vaxtdan indiyə qədər məni o qədər qəzəbləndirdi ki, onu önümdən rədd eləyib atacağam. Çünki İsrail və Yəhud övladlarının özlərinin, padşahlarının, başçılarının, kahinlərinin, peyğəmbərlərinin, Yahudada və Yerusəlimdə yaşayanların məni qəzəbləndirmək üçün elədikləri pisliklərin sayı hesabı yoxdur. Onlar mənə üzlərini deyil, arxalarını çevirdi. Onları dəfələrlə öyrətdimsə də, mənə qulaq asmadılar və dərs almadılar. Mənim adımla çağrılan bu məbədə iyrənc bütlərini qoyaraq onu murdarladılar. Ben-Hinnom vadisində Molek bütünə qurban olaraq, oğullarını və qızlarını odda qurban eləməkdən ötürü Baal üçün səcdəgahlar qurdular. Mən belə iyrənc bir şeyi eləməyi və Yahudanı günaha batırmağı nə onlara buyurdum, nə də ağlıma gətirdim. Siz bu şəhər barədə qılınc, aclıq və vəba ilə Babil padşahına təslim edilir deyirsiniz. Amma indi İsrailin Allahı Rəbb deyir. Onları qızğın qəzəb və böyük hiddətlə sürgün elədiyim bütün ölkələrdən toplayacağım. Onları buraya qaytarıb əmin-amanlıq içində yaşamalarını təmin eləyəcəyəm. Onlar mənim xalqım olacaq. Mən də onların Allahı olacağam. Onlara eyni ürək, eyni həyat tərzi verəcəyəm ki, özlərinin və övladlarının yaxşılığı üçün mənə həmişə hörmət eləsinlər. Onlarla əbədi bir əhd bağlayacağam. Onlara yaxşılıq eləməkdən dönməyəcəyəm, ürəklərinə öz qorxumu qoyacağam ki, məndən heç vaxt ayrılmasınlar. Onlara yaxşılıq eləməyə şad olacağam. Həqiqətən bütün ürəyimlə, bütün canımla onları bu ölkədə dirçəldəcəyəm. Rəbb belə deyir, bu xalqın başına bütün bu böyük fəlakətləri necə gətirdimsə, söz verdiyim bütün yaxşılıqları da onlara bəxş eləyəcəyəm. Sizin viran olmuş, insansız, heyvansız qalmış, xaldeylilərə təslim olunmuş dediyiniz bu torpaqda yenə tarlalar satın alınacaq. Binyamin bölgəsində, Yerusəlim ətrafındakı kəndlərdə, Yahuda şəhərlərində, dağlıq bölgənin, yamaclı düzənlikli bölgənin və Negevin şəhərlərində tarlalar gümüşlə satın alınacaq. Satış qəbizləri şahidlərin önündə imzalanıb möhürlənəcək, çünki onların sürgün olunmuşlarını geri qaytaracağam. Rəbb belə bəyan eləyir.